Cənab Prezident, baxın xalqa olan zülmə, eşidin bu xalqın səsini. Nə vaxta qədər vətəndaşlar zülm çəkəcək? Bəli, mənim yenə də deyirəm, qaz puluna görə borcum var. Bu soyuqda, bu fevral ayında, bayırda qar yağır. Qaz idarəsi, Azəriqaz gəlib mənim qazımı kəsir. 3 dənə az yaşlı uşağım xəstə anam, evin içində soğuqdan qırılır. Yaxşı, vətəndaş niyə borcunu ödəyə bilmir? Cənab Prezident, bilirsiniz niyə? Çünki mənim əmlakımı sizin məmurlarınız, sizin oğru məmurlarınız mənim əlimdən alıb. Dövlətin adından çağırılan məhkəmə qətnamaları var. Sizin məmurlarınız, sizin oğru məmurlarınız bunu icra eləmir. 6 ildir ki, mən sizə Cənab Prezident bər-bər bayırıram. Mən sizə nə qədər məktub yazıram, nə baxırsınız, nə bir cavab verirsiniz. Bax, budur. Fevral ayının onu mənim qazım kəsildi. Mən nə eləməliyəm? Nə vaxta qədər biz bəri-bəri ki, bu məmurlar oğrudur, bu məmurlar xalqın düşmənidir, bu məmurlar dövlətin düşmənidir, xalqa zülm edirlər. Yaxşı, mən borcu qalmışamsa, mənim qazımı kəsirlər, düz edirlər. Dövlət 1 manatından, 1 qəpiyindən keçmədiyi halda, niyə mənim 100 minlərim dövlətdə qalsın? Niyə mənim əlimdə məhkəmə qətnamaları, mən qapılarda sürənim? Niyə mənim pulum ola-ola, mən qaz pulunu verə bilməyim ki, mənim gəlib qazımı kəssinlər? Bu da Azərbaycanın neft qaz ölkəsi, bu da 21-ci əsrdə Azərbaycan dünyaya meydan oxuduğu təbii sərvətlər. Təbii sərvətlərdən xarici ölkələr yararlanır ancaq. Azərbaycan vətəndaşları mənim kimi evin içində soğuqdan ölürlər. Çünki niyə? Məmurlar oğrudur. Nə dövlətin qanunlarını sayırlar, nə dövlətin məhkəmə qətnamalarını sayırlar. Mənim kimlərin cibinə girməklə milyardlar yığırlar. Azərbaycandan bayıra oğrayırlar. Azərbaycanda milyonluq həyatlar sürürlər. Amma bizim pulumuz ola-ola oğru məmurlarda qalıb, biz evimiz içində soğuqdan ölürük. Buna nə vaxta kimi göz yumacaq Cənab Prezident? Xalq nə vaxta kimi sizə səslənəcək Cənab Prezident? Buna bir son verəcəksiniz ya yox?